Təbrik edirəm dəyərli izləyicilər, xoş gördük hər birinizi. Qanunsuz inşasına başlanılan tikililərə icra hakimiyyəti müdaxiləsi haqqında danışmaq istəyirəm. Təqdimatı sona qədər və diqqətlə nəzər yetirin. Qısa olaraq bildirmək istəyirəm ki, qanunsuz inşa edilən tikililərə icra hakimiyyəti istənilən halda müdaxilə edə bilər, tikintini dayandıra bilər, tikintinin söküntü işlərinə başlanılmasına qərar verə bilər, eyni zamanda cərimələnə bilərsiniz. İcra hakimiyyətini məlumatlandırmadan tikinti fəaliyyətinə başlamaq istənilən halda qanunsuz hesab olunur. Qısa olaraq bildirmək istəyirəm ki, əgər tikintinizi qanunvericilik çərçivəsində aparmaq istəyirsinizsə, bütün sənədlərin hamısını bir yerə yığıb, lisenziyalı memarlıq layihənizi hazırlayıb şəhərsalma tikintini portalına yerləşdirin. 13 gün ərzində icra hakimiyyəti hər hansı bir irad bildirməsə, rahat şəkildə tikintiyə başlaya bilərsiniz. Ətraflı məlumatlar üçün 055 433 43 35 nömrəmizlə əlaqə saxlayın. Əlaqə saxlayın ki, gələcəkdə tikinti ilə bağlı bir problem yaşamayasınız, cərimələnməyəsiniz, eyni zamanda tikintiniz sökülməsin. Diqqətiniz və etibarınız üçün təşəkkür edirik. Sağ olun.